Dostlar, salam. Bilirsiniz, məni bu mövzuda ən çox təəccübləndirən nədir? Mən illərlə uzun ömürlülük, qidalanma və sağlam yaşlanma mövzusunu öyrənirəm. Amma bugünə qədər insanlar mənə eyni sualı verir. Doktor, kofe zəhərdir yoxsa dərman? Və daha maraqlısı odur ki, insanlar bu sualı sadəcə maraq üçün vermirlər. Onlar qorxurlar. Bir neçə gün əvvəl yaşlı bir qadın mənə dedi. Doktor, mən bir ildir sevdiyim çayı içmirəm. Qonşum dedi ki, ürəyə ziyandır. Mən ona baxdım və düşündüm. Nə qədər qəribədir. İnsanlar bəzən həqiqətən zərərli vərdişləri rahat şəkildə davam etdirirlər. Amma onlara kömək edə biləcək sadə şeylərdən qorxurlar. Bugün mən sizinlə kofe və çay haqqında həqiqəti danışacağım. Mif yox, qorxu yox. Sadəcə elm və praktika. Bu videoda siz öyrənəcəksiniz. Kofe doğrudan da ürəyə zərərlidirmi? Çay nə dərəcədə təhlükəsizdir? 50 yaşdan sonra bədən kofeini necə fərqli işləyir və nə qədər içmək olar ki, həm ürəyə kömək etsin, həm də yuxunu dağıtmasın. Və videonun sonunda sizə 3 çox sadə qayda verəcəm. Bu 3 qaydanı bilsəniz, kofe və çayı səhv yox, düzgün istifadə edə bilərsiniz. Mən Doktor Azərəm. Gəlin mövzunu sıfırdan və doğru şəkildə quraq. Kofedən bu qədər qorxu hardan gəldi? Bir çoxumuz elə bir dövrdə böyümüşük ki, orada kofe çox vaxt təhlükəli içki kimi təqdim olunurdu. Deyirdilər, təzyiqi qaldırır, ürəyi yorur, sinirləri pozur, mədəni zədəliyir. Bəzi hallarda hətta daha ağır sözlər deyilirdi. Xərçəngdən tutmuş, damarları məhv edir fikrinə qədər. Maraqlısı budur ki, o dövrün həkimləri bunu pis niyyətlə demirdi. Sadəcə o zaman əlimizdə bugün olan qədər böyük və keyfiyyətli məlumat yox idi. Milyonlarla insanı illərlə izləyən tədqiqatlar yox idi. Qidalanma ilə bağlı incə mexanizmləri bu qədər yaxşı bilmirdik. Yəni problem tibbin tam yanlış olması deyildi. Problem məlumatın həcmi idi. İndi isə mənzərə tamamilə başqa cür görünür. Son illərdə çox böyük müşahidə işləri və meta-analizlər yayımlandı. Və ümumi mənzərə budur. Orta miqdarda kofe bir çox insanda zərər yox, fayda ilə əlaqəlidir. Bu çox vacib cümlədir. Bir də təkrar deyirəm, orta miqdarda. Yəni burada söhbət 6-7 böyük fincan güclü kofedən getmir. Söhbət gündəlik, normal, idarə olunan istifadədən gedir. Müasir məlumatlar göstərir ki, müəyyən həddə qədər kofe içən insanlarda ümumi ölüm riski daha aşağı ola bilər. Tip 2 diabet riski azala bilər. Bəzi ürək-damar hadisələrinin riski daha aşağı ola bilər. Bu o demək deyil ki, kofe dərmandır. Amma bu o deməkdir ki, onu avtomatik olaraq zərərli elan etmək artıq köhnə yanaşmadır. İndi gələk məntiqə. Kofe sadəcə kofein deyil. Bunu çox insan bilmir. Halbuki bu, mövzunun yalnız bir hissəsidir. Kofenin tərkibində müxtəlif polifenollar, antioksidant xüsusiyyətli maddələr və bioloji aktiv birləşmələr var. Bu maddələr oksidativ stresi azaltmağa kömək edə bilər. İltihab fonunu zəiflədə bilər. Şəkər metabolizminə müəyyən müsbət təsir göstərə bilər. Yəni kofe sadəcə oyandıran içki deyil. O düzgün istifadə olunanda metabolik bir siqnaldır. Amma burada ən vacib məsələ doza və vaxtı və bir çox insan məhz bu iki yerdə səhv edir. Ən maraqlı sual, niyə eyni kofe birinə xeyirdir, digərinə yox? Bu çox vacib sualdır. Məsələn, 2 insan var. Hər ikisi gündə 2 fincan kofe içir. Birində heç bir problem olmur. Digərində isə ürəyi döyünür, narahatlıq artır, gecə yuxu qaçır. Niyə? Çünki kofe təkcə içkinin özü deyil, insanın bədəninə düşən siqnaldır. Bu siqnalın təsiri isə bunlardan asılıdır. Yaş, qaraciyərin kofeini parçalama sürəti, sinir sisteminin həssaslığı, mövcud ürək-damar vəziyyəti, yuxu problemi olub-olmaması və içmə vaxtı. Yəni yenə eyni nəticəyə gəlirik. Hamıya eyni cümlə uyğun deyil. İndi gələk yaş mövzusuna. Bu çox vacibdir. Çünki 40-da, 50-də, 60-da və 70-də eyni kofe orqanizmdə eyni davranmır. Yaş artdıqca kofeinin parçalanma sürəti dəyişə bilər. Bəzi insanlarda o daha uzun müddət qanda qalır. Bu nə deməkdir? Əgər gənc vaxtınızda günorta içilən kofe sizə problem yaratmırdısa, bu 60 yaşda da eyni olacaq demək deyil. İnsan deyir, mən həmişə belə etmişəm, amma bədən cavab verir. Bəli, amma mən artıq əvvəlki bədən deyiləm.
Məhz buna görə bəzi insanlar gecə niyə yata bilmədiyini anlamır. Çünki problem təkcə stressdə deyil. Bəzən problem saat 3-də içilmiş bir fincan kofedə olur. Ən vacib kəşf. Təkcə nə qədər yox, nə vaxt içdiyində vacibdir. Bu hissə çox vacibdir. Çünki uzun müddət insanlar yalnız miqdara fokuslanıblar. Halbuki, vaxt məsələsi bəzən miqdardan daha güclü rol oynayır. Səhər içilən kofe ilə günortadan sonra və ya axşam içilən kofe orqanizmə eyni təsir göstərmir. Səhər kofe bir çox insanda oyanıqlığı düzgün dəstəkləyə bilər. Təbii ritmlə uyğun gedə bilər. Günün başlanğıcında daha faydalı ola bilər. Amma günortadan sonra və xüsusilə axşama yaxın içilən kofe tez-tez melatonin sisteminə mane olur. Yəni, yuxuya keçidi çətinləşdirir. Və ən təhlükəli tərəfi də odur ki, bəzən insan bunu hiss etmir. Yəni, mən yatıram axı deyir. Amma yuxunun keyfiyyəti düşür. Dərin yuxu pozulur. Səhər dincəlmə azalır. Yəni, problem yalnız yata bilməmək deyil. Problem keyfiyyətsiz yatmaq da ola bilər. Kofe səhər niyə daha yaxşı işləyir? İndi bunu sadə dillə izah edim. Səhər orqanizmin öz oyanma ritmi var. Beyin və hormon sistemi bədəni oyatmağa başlayır. Kofe bu təbii ritmlə uyğun gələndə bir çox insanda daha məntiqli işləyir. Sanki artıq hərəkətə keçmiş, sistemə əlavə dəstək verir. Amma axşam bu əks effekt yaradır. Çünki orqanizm artıq yuxuya yaxınlaşmalıdır. Kofe isə onu yenidən oyadır. Və insan düşünür ki, problem yaşdadır, əsəbdədir, hormonlardadır. Halbuki bəzən səhv sadəcə saatdadır. Bir çox insan belə düşünür. Kofe ağırdır, çay daha yüngüldür. Bu qismən doğrudur, amma tam deyil. Çay, xüsusilə yaşıl çay, çox maraqlı bir içkidir. Onun da tərkibində kofein var. Sadəcə təsiri çox vaxt daha yumşaq görünür. Bunun səbəbi ondadır ki, çayın tərkibində başqa maddələr də var. Xüsusilə polifenollar və katexinlər. Bu maddələr antioksidant təsir göstərə bilər, iltihabı azaltmağa kömək edə bilər, damar sistemini müəyyən qədər dəstəkləyə bilər. Buna görə bir çox insan çayı daha rahat qəbul edir. Xüsusilə də yaşıl çayı. Amma burada da bir tələ var. Yumşaqdır deyə istədiyin qədər içmək olmaz. Çünki çox içilən çay da kofein yükünü artıra bilər, yuxunu poza bilər və bəzi insanlarda ürək ritminə və narahatlığa təsir edə bilər. Yəni çay daha sakit görünür, amma yenə də təsirsiz içki deyil. Yaşıl çay haqqında ayrıca danışmaq lazımdır. Çünki burada həqiqətən maraqlı məlumatlar var. Yaşıl çayın tərkibində olan katexinlər oksidativ stresslə mübarizədə rol oynaya bilər. Bəzi hallarda damar sisteminə dəstək verə bilər. Lipid profilinə müəyyən müsbət təsir göstərə bilər. Amma yenə eyni məqam qalır. Doza, vaxt, fərdi həssaslıq. Yəni yaşıl çay da sonsuz fayda mənbəyi deyil. O da düzgün istifadə olunanda faydalıdır. Bəs niyə bəzilərində çay da yuxunu pozur? Çünki problem içkinin yumşaqlığında deyil. Problem tərkibindəki stimullaşdırıcı təsirdədir. Bəzi insanlar axşam yaşıl çay içir və düşünür ki, bu artıq kofe deyil. Amma bədən üçün bu yenə də siqnaldır. Və xüsusilə yuxuya həssas insanlarda bu siqnal gecə ritmini poza bilər. Məhz buna görə mən həmişə deyirəm, çay və kofe bir-birindən fərqlidir, amma ikisi də vaxtla bağlı ciddi məsuliyyət tələb edir. İndi çox vacib yerə gəlirik. Əgər insan 50 yaşdan sonra kofe və çayı ağıllı istifadə etmək istəyirsə, 3 əsas şeyi bilməlidir. 1. Miqdar. 2. Vaxt. 3. Əlavə etdikləri. İndi bunu bir-bir açaq. Birinci qayda. Miqdar. Burada əsas məsələ ifrat etməməkdir. Bir çox insan bir fincan deyəndə əslində 2 qat güclü böyük porsiyanı nəzərdə tutur. Ona görə miqdar deyəndə sadəcə stəkan sayını yox, ümumi kofein yükünü düşünmək lazımdır. Ümumilikdə 50 yaşdan sonra bir çox insan üçün gündə 1-2 fincan kofe və ya bir neçə fincan çay normal və idarə olunan səviyyə ola bilər. Amma bu, hər kəs üçün eyni deyil. Xüsusilə aritmiya, narahatlıq, yuxu problemi və ya təzyiq oynaqdırsa. İkinci qayda, vaxt. Bu bəlkə də ən vacib qaydadır. Kofe və güclü çayı günün birinci yarısında saxlamaq çox daha təhlükəsiz yanaşmadır. Ən yaxşısı səhər və günorta yaxın saatlardır. Günortadan sonra içilən kofe, xüsusilə həssas insanlarda yuxunu hiss olunmadan poza bilər.
İnsan bəzən bunu yalnız belə görür. Gecə tez yatmadım, tez oyandım. Səhər tam dincəlmədim və səbəbi başqa yerdə axtarır. Halbuki cavab çox sadə olur. Üçüncü qayda. Şəkər əlavə etmə. İndi çox vacib detal. İnsan sağlam kofe içir, amma içinə 2 qaşıq şəkər atır. Bu artıq başqa içkidir. Çünki sən kofenin potensial faydasını şəkərin metabolik yükü ilə pozursan. Əgər içkilərdən şəkəri çıxara bilsən, bu çox böyük dəyişiklikdir. Mən bunu bir çox pasiyentdə görmüşəm. Ən sadə, amma ən güclü addımlardan biridir. İndi ən məsul hissə. Kofe və çay bir çox insan üçün problem deyil. Amma bəzi hallarda çox diqqətli olmaq lazımdır. Əgər sizdə bunlar varsa, aritmiya, tez-tez ürək döyünmə, çox həssas sinir sistemi, panik tutmalar, xroniki yuxusuzluq və ya ağır, oynaq hipertoniya, onda kofein yükünü daha fərdi qiymətləndirmək lazımdır. Yəni burada hamı içir, mən də içim yanaşması düzgün deyil. Bəzən bir insan üçün çox faydalı görünən vərdiş, digəri üçün artıq yük olur. İndi isə ən çox edilən səhvləri deyim. Səhv 1. Boş mədəyə güclü kofe. Bu bir çox insanda mədə narahatlığı, titrəmə və daha kəskin reaksiya verə bilər. Səhv 2. Gün ərzində yorğunluğu kofe ilə örtmək. İnsan yorğundur. Niyə? Bəlkə yuxusu pisdir. Bəlkə su az içir. Bəlkə ritmi pozulub. Amma o problemi həll etmək əvəzinə daha çox kofe içir. Bu isə bir müddət sonra enerji yox, aslı davranış yarada bilər. Səhv 3. Axşam çayı zərərsiz saymaq. Xüsusilə güclü qara və ya yaşıl çay bəzi insanlarda çox rahat şəkildə yuxunu poza bilər. Ən yaxşı praktik yanaşma nədir? Bunu gündəlik həyat dilində yığaq. Əgər siz sağlam insansız və kofe və ya çayı yaxşı qəbul edirsinizsə, ən yaxşı model çox vaxt belə görünür. Səhər 1 fincan, isteyə görə günün birinci yarısında 2-ci fincan, şəkərsiz və ya minimum əlavələrlə və günortadan sonra kofeini kəsmək. Çay üçün də eyni prinsip. Güclü çayı axşama saxlamamaq. Xüsusilə yuxu problemi varsa. Bu çox sadə görünür. Amma məhz sadə şeylər ən çox işləyir. Bəs ürəyə kömək etsin, amma yuxunu öldürməsin balansı necə qurulur? Bu videonun əsas fikri də elə budur. Bir çox insan ya ifrata gedir, ya da tam kəsir. Biri deyir, kofe zərərlidir, ümumiyyətlə içmirəm. Digəri deyir, mənə heç nə etmir və gün ərzində 4-5 dəfə içir. Düz yanaşma isə ortadadır. Əgər sən miqdarı bilirsənsə, vaxtı düzgün seçirsənsə, şəkərdən qaçırsansa və bədənin reaksiyasını izləyirsənsə, o zaman kofe və çay düşmən yox, yardımcı ola bilər. Əgər bu video sizin üçün faydalı oldusa, like qoyun, abunə olun. Çünki burada tibbi mövzuları sadə, aydın və real şəkildə izah edirəm. Və növbəti videoda çox vacib bir mövzudan danışacağıq. Səhər və axşam oynaq ağrısı. Həkimsiz artrozu iltihabdan necə ayırmaq olar? Çünki bir çox insan ağrını sadəcə yaşla bağlıdır deyə qəbul edir. Amma səbəb həmişə eyni olmur. Sağ olun, salamat qalın.